Salam əziz izləyicilər, Respublika qəzetinin 8-ci gün rubrikası efirdədir. Gəlin həftənin ən yada qalan hadisələrinə bir yerdə nəzər salaq. 4 may tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonu 2025 keçirilib. Ertəsi gün Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şəhzadə Lala Hasna ilə görüşüblər. 6 mayda Azərbaycan Prezidenti İlham Əliyev Belarusun baş nazirini qəbul edib. Ölkə başçısı həmçinin Vietnam News Agency agentliyinə müsahibə verib. 7 may tarixində isə Prezident İlham Əliyevin Vietnam Komünist Partiyasının Mərkəzi Komitəsinin baş katibi ilə məhdud və geniş tərkibdə görüş olub. Azərbaycan ilə Vietnam arasında imzalanmış sənədlər mübadilə edilib. Azərbaycan və Vietnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirib. 8 mayda Prezident İlham Əliyev 28-ci Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına məktub ünvanlayıb. Milli Məclisin ümumi lideri Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir mövzusuna həsr olunmuş xüsusi iclası keçirilib. 9 may tarixində Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva eyni gündə faşizm üzərində qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramlanıblar. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kəndində yerləşən məscidin, Şuşa Müalicə Sağlamlıq Mərkəzinin açılışında, şəhərdə inşa olunacaq 4-cü yaşayış kompleksinin təməl qoyma mərasimində iştirak ediblər. Prezident İlham Əliyev Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Xocalı Yarım Stansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Həmin gün dövlət başçısı Xocalı rayonunun Xanabad kəndində yerləşən Qoçat Kəndli Fermer Təsərrüfatı MMC-yə məxsus heyvandarlıq kompleksinin açılışında da iştirak edib. 10 may ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümüdür. Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. O, xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi. Ölkəmizin davamlı inkişafının uzun ömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu məhz dahi liderin adı ilə bağlıdır. 10 may tarixində həmçinin Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib. Ölkə başçısı Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib. Ölkə başçısı eyni zamanda Ağdam Dəmir Yolu və Avtovağzal kompleksinin və Ağdam Muğam mərkəzinin açılışında da iştirak edib. Həftə ərzində çatdıracağımız əsas məlumatlar bunlar idi. Növbəti buraxılışımızda görüşmək ümidi ilə. Hələlik.